Aha, başladıq. Deməli, bu günlər biz sənlə Python-u keçəcəyik. Gəl ümumi birinci Python haqqında məlumat alaq ki, Python nədir? Python proqramlaşdırma dilidir. Python proqramlaşdırma dilidir. Python proqramlaşdırma dili nə üçün istifadə olunur? Bax, Python proqramlaşdırma dili proqramlar yazmaq üçün, süni intellektlərdə istifadə etmək üçün, yəni bir çox sahələri var. Süni intellekt sahəsində istifadə olunur. Proqram yazmaq üçün əsasən web developerlər istifadə edir. Yəni bunlar məlumat üçün deyirəm. Biz sənlə belə deyək də kompüterdə əsasən istifadə eləyə biləcəyim bir idlə qurmaq istəyirik. Gəlin belə bir şey deyim sənə. Python proqramlaşdırma dilinin bax idle-ın mən yükləmişəm. Idle nədir? Yəni proqramla işləmək üçün bir pəncərəsidir, yəni bir proqramıdır. Daha sadə dillə. Bu proqram, bax gördüyün hal-hazırda bu açılan Python'dır. Gördüyünüz bu proqram Python proqramıdır. Bu Python proqramında gəl birinci göstərim. Bəzi indi kompüterlər bizə quraşdırmaq istəyirsiniz birdən. Kompüterə necə qoşulur? Giririk Google-dan, elə bizim Google burada var. Google-dan yazırıq ki Python idle. For Windows-da yaza bilərsən, Python idle-da yaza bilərsən. Bu Python.org saytı gəlir elə birinci. Buradan download Python eləyib, gəlib buradan download Python 3.12 vurub yükləyə bilərsən. Yükləyəndən sonra bu formada bu proqram indi açılacaq. Bu proqramda uşaqlar, bunlar bu menyu hissələridir. Yəni burada Python'ın da iki pəncərəsi var. Yəni düşünün ki, yükləndi də artıq və açıldı bu. Bunun da iki hissəsi var. Gəlin arxadakıları bağlayalım. Aha. Bu Python'ın pəncərə olaraq iki pəncərəsi var. Baxın, bu pəncərə bir növ belə deyək də, nə veririksə onu hesablayır. Yadınızdadır, biz sizə demişdik ki, translatorlar iki yerə bölünür. İnterpretator və kompilator. İnterpretator sətir-sətir yoxlayır. Bax, bu interpretatordur. Mən yazıram burada A bərabərdir 5. Enteri vururam. Düşdü aşağı. Enteri vurdum, düşdü aşağı. Yazıram B bərabərdir, məsələn 3. Yenə enteri vurdum, düşdü aşağı. İndi yazıram A üstə gəl B. Enteri vuranda mənə nə verəcək ekranda? 8. Gördünüz? Yəni bu bir növ yoxlayır. Mən indi gəlin burada yazım. A bərabərdir 5 nöqtə yazım, görün nə verəcək. Bax, A bərabərdir 5, dalına da nöqtə qoydum. Enter vuranda mənə bunu dəyişən kimi götürdü. Sətir tipli kimi götürdü. Gəl belə bir şey yazaq. Məsələn, bizə xəta verməsi üçün A-nı çağıranda 5.0 kimi verdi. Məsələn, A bərabərdir 5, dalınca başqa işarələr qoyaq. Bax, enteri vurdum, mənə nə verdi? Error. Avtomatik yoxladı bu sətri. Gördü ki, burada artıq simvollar var. Mənə error verdi. Yəni, bu iki pəncərənin bu birincisi interpretator kimi işləyir. Sətir-sətir yoxlayır. Birinci sətir, bu sətirdə səhv varsa o birisinə öyle keçmək olmur. Amma buradan baxın, fayl menüsünə new file eləyib, yeni bir pəncərə açdıq. Bax, fikir verirsiniz bu pəncərəyə. Amma bu pəncərə kompilatordur. Bu pəncərədə biz məlumatlarımızı yazırıq. Sonra bunu icra edəndə burada run əmri var da, yəni icra etmək. Bunu vurandan sonra yoxlayır yazdıqlarımızı. Gəlin yazağım, baxın. A bərabərdir. Yazdım məsələn 5. Enteri vurdum. Yazıram B bərabərdir. Yenədən 3. B bərabərdir 3. Yenə enteri vururam. Bax, həmişə enteri vuranda düşür aşağı. İndi yazıram mən burada A üstə gəlinsin B.
bax, bir belə yazaq da, C bərabərdir A üstə gəlinsin B. İndi mən enteri vuranda mənə nə verəcək? Burada verməyəcək, bax. Enteri vurdum, düşdü aşağı. Mən indi C-ni çağırsam, normalda C-ni, bax, burada bir şey göstərir. Bax, keçdim bu bir pəncərəyə. İnterpretatora keçdim. Yazıram A bərabərdir, bax, 5. 5 yazmayaq da, buna 7 yazaq. B bərabərdir. Buna yazaq 8. Yazıram C bərabərdir. A plus B. Enteri vurdum. İndi mən burada C-ni vurub enteri vursam. Bax, C-ni vurdum. Ekranı görə bilirsiniz uşaqlar. Ekran çox balaca görsənmir. Balaca görsənsə deyin düzəldim. Ekranda yazılanları görə bilirsiniz. Aha. Bir dəqiqə. Gəlin, indi mən burada C-ni vurub enteri vursam, mənə nəyi verəcək? Bax, burada, idildə. A ilə B-ni toplayıb C-nin elə bil qiymətini çağırır. Verəcək 15. Bax, topladı, verdi qiyməti. Yəni, deməyim odur ki, burada, bu pəncərədə istifadə edəndə mən C-ni çağıran kimi mənə qiyməti belə verir. Amma burada mən bax C-ni yazıb enteri vursam, mənə heç nə verməyəcək. Mən gəlib burada run əməliyyatını icra eləyəm ki, run, bax, burada yazılıb ha. Bunu vuram ki, bax, run modul F5. Yəni, run'ın əvəzinə F5 düyməsini də vura bilərəm kompüterdə. Mən bunu vuram, deyir ki, yadda saxlanılsın. Bu gedib yaddaşda saxlanmalıdır. Sonra yoxlanmalıdır. Məsələn, bax, bir yerdə yadda saxlayıram. Deyir, indi yaddaşa verdim. Bax, məndə artıq yaddaşda yeri görsənir. Bax, aha. Deməli, indi bax, burada yaddaşda görsənir yeri. Salam. Bax, indi burada yaddaşda görsənir yeri. Mən burada C-ni yazsam, mənə bayaqki 8-imizi verəcək. Bax, buradakı 8-i gördün, kompilatoru yoxladı, gətirdi, interpretatorda verdi. Yəni, biz işləyəndə bu iki pəncərə ilə işləyəcəyik. Aydındır. Gəlin, indi yeni birində açım. Yenə interpretator açıldı. Yeni bir idil açaq. Deməli, bu açıldı bizim interpretator sanki səhifəmiz. Burada da açılır kompilyator. Yəni, uşaqlar, əslində bu hissəsi, belə deyək, çox da sizə istifadə eləməyəcəyiniz bir şeydir. Sadəcə kompüterdə özünüz istifadə edən zaman, yəni bu idle açanda, Python'ı daha doğrusu açanda da deməyəsiniz ki, müəllim, bu nədir axı? Mən burada elə bir şey yazıram, siz ekranda iki şey açmışdınız. Yəni bu hissələri testə düşməyən hissələrdir. Məlumat üçün deyirəm ki, evdə işləyəndə, yəni burada sanki bu baxın 3 nöqtə zat verilən var. Fikir verin, bunu bir-birinə necə ayıra bilərsiniz? Burada baxın, yazılar var, amma bunda heç nə yoxdur. Bu daha təmiz açılır. Bunu da necə açdım? Yenidən göstərim. File, new file'dan buradan açdım. Aydındır. Deməli, bu hissəni sanki belə düşünün də, bir kalkulyator kimi hesab istifadə edə bilərsiniz. Məsələn, deyirsiniz ki, məsələn, x bərabərdir 587, y bərabərdir nə bilim 856, enteri vurursunuz, yazırsınız x üstə gəl y. Enteri vurursunuz, hesablayıb sizə deyəcək. Amma bu bir hissədə, indi bunu kopyalayayım, Ctrl-C ilə yataq bura. Amma burada, mən bunu enteri vurub ekrana çıxartmaq üçün hələ burada bir dəyişən yazmalıyam. X plus y-i nəyə mənimsədim? İndi gələcəyik o anlayışa.
Baxın, indi gələcəyik o anlayışa. Elə bu yazdığımı çəkək buradan. Gedək əsas məsələyə. İndi başladıq Python'ın əsas hissəsinə. Deməli, baxın, burada nə yazmışam? Burada x bərabərdir 587, y bərabərdir 856, x plus y yazmışam. Uşaqlar, burada x nədir? Algoritmdən keçmişik də, bəli, niyə qorxursunuz? X burada dəyişəndir. X bərabərdir 587 yazmışam. X burada dəyişən. Bərabərdir nədir? Mənimsətmə operatoru. Operatoru. 587 də nədir bir yerdə? Bizim qiymətimiz. X dəyişən, y dəyişən, x plus y-də biz iki dəyişəni toplayırıq. Uşaqlar, dəyişənin adları, gördünüz, dəyişənin adı x verdim. Bəs sual verə bilərsiniz ki, müəllim, dəyişənin adı necə olur? Və yaxud da mən sizə sual verim ki, uşaqlar, bu dəyişən deyirik də x-a, algoritmlə tutturmuşuq ki, nə bilim, y bərabərdir 5 olanda y dəyişəndir, a bərabərdir 7 olanda a dəyişəndir. Bunu elə demişəm sizə. Bəs indi siz mənə deyin görüm. Daha doğrusu mən sizə sual verirəm ki, bu dəyişəni elə biz nə istəsək yaza bilərik? Əlbəttə ki, xeyr. Uşaqlar, dəyişənin adında bir neçə qaydalar var. Gəlin indi o qaydalara sizlə baxalım ki, dəyişənin adında nələr ola bilər, nələr ola bilməz. Ümumiyyətlə bir sual verim sizə, hər birinizə sual verirəm. Dəyişən nədir? Başa düşdünüz? Dəyişən, belə bir tərif verim. Hər hansısa dəyərləri, yəni bu qiymətləri, hər hansısa dəyərləri özündə saxlayan obyektdir. Aydındır? Dəyişən hər hansısa dəyərləri özündə saxlayan obyektdir. İndi bir şey deyirəm. Deyirəm, dəyişənin adı rəqəmlə başlaya bilməz. Dəyişənin adı rəqəmlə başlaya bilməz. Yəni, mən burada x zat yazıram, ha. Durub buna 1x, 1a və yaxud da 1x, nə bilim, belə dəyişənlər yaza bilmərəm. Dəyişənin adı rəqəmlə başlaya bilməz. Daha sonra, ikinci qayda. Dəyişənin adında xüsusi simvollardan istifadə etmək olmaz. Xüsusi simvollardan istifadə etmək olmaz. İndi bir nəfər sual verəydi, kaş ki, müəllim, xüsusi simvollar nədir? Xüsusi simvollar bunlardır ki, məsələn, vergül, nöqtə, nə bilim, nida, sual, belə də, nə bilim, bu işarələr. Yəni, müxtəlif də bildiyimiz bu ulduzat, bu işarələr, bildiyimiz işarələr. Yəni, bunlardan istifadə etmək olmaz. Yalnız istisna bir dənəsi var. İstisna. Hansıdır bu? Ən çox da Instagramda istifadə edədiyimiz altdan xətt. Aydındır. Yalnız altdan xətti yaza bilərik. Deməli, dəyişənin adı rəqəmlə başlaya bilməz. Dəyişənin adında xüsusi simvollardan yalnız altdan xətt ola bilər. Məsələn, mən yazaram A altdan xətt B. Bu olar. Doğrudur. Daha sonra yazaram, nə bilim, altdan xətt C. C altdan xətt və s. Altdan xətti istədiyimiz yerdə istifadə edə bilərik. İndi, bəs deyə bilərsiniz ki, müəllim, siz dediniz ki, dəyişənin adı rəqəmlə başlaya bilməz. Aha, bunu başa düşdüm. Bəs dəyişənin adı
belə deyək, olar ki, rəqəm sonra gəlsin. Məsələn, yazaq A1. Necə ki, 1A yazdıq, yanlış oldu. A1 yazaq. Bu olar? Bəli, olar. Doğrudur. Aydındır. Yəni, bu qaydaları istifadə eləməklə, məsələn, sizə verəcək ki, hansı yanlış dəyişənin adıdır. Sizə verəcək, məsələn, 1 altdan xətt C, məsələn, 2A, sonra verəcək A altdan xətt, salam məsələn. Bunun hansı yanlışdır? Doğrudur. Birincisi yanlışdır. Çünki 1 yazılıb. Rəqəmlə başlayıb. İkincisi də yanlışdır. Rəqəmlə başlayıb. Üçüncüsü doğrudur. Dördüncüsü də doğrudur. Uşaqlar, bu salam sözünü nə olsun yazmışıq? Bu bir dəyişəndir. Mən yazıram ki, burada, məsələn, dərs bərabərdir 5-ə. Bu dərs elə bilin ki, A-la o A bərabərdir 5 var. Bu dərs elə bilin ki, bu bir A-dır. Mən simvolları yığmışam bir yerə. Nə olsun dərs sözünü verir? Bizim dildə hansısa bir söz verir. Yəni, ona görə biz çaşmalı deyilik ki, bu dərs sözü də bizim üçün bir dəyişəndir. Aydındır. İndi gəlin baxalım. Başqa nələrə baxalım. Bu dəyişənlərdən danışdıq. Dedik dəyişən indi özündə hər hansısa bir qiymət saxlayan obyektdir, sanki bir ifadədir. Dəyişənin adında nələr olar, nələr olmaz. İndi bir şey də var. Dəyişənin adında Python'ın açar sözlərlə Python'ın baxın, dəyişənin adında Python proqramında istifadə etdiyimizdə, yəni Python'da istifadə olunan açar sözlərdən istifadə etmək olmaz. Müəllim, bu Python'da açar sözlər hansılardır deyə bilərsiniz. Yazıram burada. İndi keçməmişik bunları, keçəcəyik növbəti dərslərimizdə. Python'da açar sözlər hansılardır? If, else, and, or, daha sonra not, sonra var in, is, sonra true, false, sonra for, while, while'dan sonra var def var, import, bəli, import, range, bəli, return, non, çoxdur. Return, sonra non və s. Yəni siz bunun hamısını əzbərləməli heç deyilsiniz. Bunu bildiniz biraz. Bu əsas if, else istifadə olunur. And, nor, is, in. Onsuz bunların hərəsinin nə işə yaradığını öyrənəcəyik biz sizlə. Bunları da hamısı açar söz olduğuna görə biləcəksiniz ki, bu açar sözlərdən istifadə etmək olmaz dəyişənin adında. Uşaqlar, bura kimi başa düşdünüz? Dəyişən nədir? Dəyişəndən nə istifadə etmək olar, nə istifadə etmək olmaz? İndi onda gəlin sizə belə bir şey deyim. Bu dəyişən dedik. Məsələn, A bərabərdir 5. Bunu dedik. Bu dəyişəndir. Düzdür. Bəs bu 5 bizim ədəd tipimizdir, ədədi. Yəni bu qiymətdir də, riyaziyyatda istifadə eləmirik, ədədi. Necə ki, Excel-də keçirdikcə ədədi tip var, məntiqi tip var. İndi bu 5 ədədidir. Bəs bu dəyişənə biz ancaq ədədi qiyməti verə bilərik. Bu dəyişənə hansı tiplər verə bilərik? Aha, uşaqlar, dəyişənə bir neçə tip verə bilərik. Bir neçə dediyim, yəni bir 5, əslində 6-dır. Onun 6-cısı sizə lazım olmur, kompleks tiplər.
O sizə lazım olmur. 5 tip deyək də. 5 tipi verə bilərik. Birinci tip, elə məsələn, A bərabərdir yazıram 5. Buradakı 5 nə tipidir? Int tipi. Yəni integer. Baxın, int. Integer deməkdir. Yəni ədədi tipdir. Bu int tipidir. Gəlin bu dediklərimi sizə Python'da göstəreyim. Gəlin bu dediklərimi Python'da göstərim sizə. Uşaqlar, görüm bunun şriftin böyüdə biləcəm buradan. Close, print, save, patch, model, debug, options, config. Nisbətən böyük oldu elə bayaqkindən. Sən biraz da böyüləyin. Aha. İndi rahat görə bilirsiniz. Uşaqlar, ekranı görə bilməyən var, bildirsin. Aha. Onda davam edəyək. Deməli, baxın. Mən dedim ki, bir tipimiz integer tipidir. A bərabərdir, yazıram məsələn 5. Düzdür. Mən düşürəm, enteri vururam, düşürəm aşağı. Mən burada yazıram type A. Bax, yazılış tipinə baxın. Type sözü burada A-nın tipini bizə verəcək. Aydındır. Bax, indi mən bu enteri vururam yenidən. Görün mənə nə verir? Class int. Class sinif deməkdir. Yəqin ki, ingiliscəniz var az da olsa. Yəni deyir ki, bu int tipinə aiddir. Aydındır. Int nə oldu dedim bayaq sizə? Integer. Yəni ədədi. Ədədi tipdir. Gəlin bu hissələrin səliqəli yazın. Uşaqlar, bu Python'ın kitablarda çox qarışıq verilir. Kitablarda çox qarışıqdır. Məndə qeydlər var. Özüm hazırladığım sadəcə əl yazma qeydləridir. Bu qeydləri bilmirəm, mənim əl yazmamı oxuya bilən olacaq aramızda ya yox. Çalışdığım qədər səliqəli bir hala salıb sizə göndərərəm. Yəni abituriyent üçün, sizin üçün də yəni oxuya biləcəyiniz çətin dərəcəsi oxuya biləcəyiniz dərəcədədir. Məsələn, A bərabərdir 5 yazdım. Mən burada yazıram ki, type A mənə verir int. Class int. Yəni bu int tipində var ədədlərimiz. Daha sonra bəs başqa hansı tiplərimiz var? Gəlin düşəyin aşağıya. Bu kopyalanmışdı deyə belə bir problem verdi bizə. Eybi yox, o verdiyi error artıq qaldı yuxarıda. İndi mən burada yazıram. Mənim ikinci tipim nədir? Sətir tipi. Gəlin görəyin. Sətir tipində nə var? Baxın. A bərabərdir yazıram. Dırnaq içərisində bu Azərbaycan şriftində daha. Yazıram dırnaq içərisində 5. Uşaqlar, bu artıq, baxın, yazıram burada, yenidən type A, enteri vurdum, mənə nə verdi? Class setir tipi. Baxın, A bərabərdir, dırnağın içərisində 5 yazdım, mənə setir, yəni sətir tipi verdi. Buna setir string gedir, string. Bu da sətir tipi deməkdir. Deməli, bizim bir tipimiz ədədi tipdir.
İkinci tipimiz sətr tipidir. Baxın, dırnağın içərisində, dırnaq işarəsinin içərisində yazılan hər bir ifadə sətr tipində olur. Sətr tipində olur. Aydındır. Yəni mən burada durub yazaram ki, A bərabərdir salam sözün. Yəni bu da sətr tipindədir. A bərabərdir, nə bilim, 796. Bu da sətr tipindədir. Gəlin baxalım. Baxın, düşdük aşağı. Deməli, burada yazıram ki, A bərabər, A deməyək də, bayaqdan elə AA deyirik. Deyəcəksiniz, müəllim, A-dan başqa vermək olmur. Məsələn, mən bir dəyişən adı yazıram. Dəyişənimin adına baxın, web. Web dəyişəni bərabərdir. Dırnağın içərisində yazıram 120, nə bilim, 1, 2, 4, 5. Bunun tipi nədir? Type. Type web yazsam, bunun tipi nə olacaq yenə də? Yenə də sətr tipi. İndi mən burada yazsam, web bərabərdir. Məsələn, hello sözünü yazsaq, biraz müasirləşib keçək ingilis dilinə. Hello sözünü yazsaq, düşsəm aşağı, mən yenə də yazsam burada, type bərabərdir. Daha doğrusu type web vursam mənə yenə də sətr tipini verir. Yəni görürsünüz, dırnağın içərisində yazılan nə olur? Sətr tipində olur. Aydındır. Gəlin ondan növbəti keçəyin, tiplərimizə keçəyin. Növbəti tipimiz hansıdır? Kəsr tipi deyirik buna. Yəni bildiyimiz sanki belə deyək də. Məsələn, bunlar qalsın bu tərəfdə. Mən yazıram, məsələn, A bərabərdir 5,117. Bu nə tipidir bəs? Bu 5 tam olsaydı, 5. A bərabərdir 5 olsaydı, deyərdim ki, bu integerdir, intdir. A bərabərdir, dırnağın içində 5 olsaydı, buna deyərdim ki, bu str-dir. Bəs A bərabərdir 5,117 nə tipidir? Bu artıq. Buna biz deyirik float tipi. Float. Yəni həqiqi tip. Həqiqi tip gedir buna. Həqiqi ədədlər. Aydındır. Riyaziyyatda da var da, məsələn, bu kəsr demək olar ki, indi kəsrlə olan ədədlər sanki. Həqiqi ədədlər. Aydındır. Bunlara da deyilir float tipi. Gəlin baxalım float tipinə də. Məsələn, bir A dəyişəni deyək, A deməyək, nə bilim, B dəyişəni deyək, bərabərdir nəyə? 12,56, 12,156. Enteri vururam. Mən burada yazıram ki, type B, enteri vuracam, gördünüz, mənə float tipi verdi. Yəni mənim üçüncü tipim hansıdır? Mənim dəyişənimə üçüncü verə biləcəyim tip hansıdır? Float tipi, məntiqi tip. Məntiqi tip yox, daha doğrusu həqiqi tip. Məntiqi tip hansıdır? Onu indi göstərəcəm. Məntiqi tip uşaqlar. Məntiqi tip hansı olar sizcə? Məntiqi tip 0-la və 1-lə işləyən tiplərdir də. Məntiqi tip 0-la və 1-lə işləyən tiplərdir. Məsələn, A bərabərdir true. Mən burada type A yazsam mənə verəcək bool tipi. Yəni məntiqi tip. Eləcə də true'nun yerinə yaza bilərəm başqa false. Bu da mənə eyni şey verəcək. True ilə false məntiqi tiplər gedir də yalnız. Yalnız bu qiymətlərdə. Məsələn, burada bir C dəyişəni yazaq. C bərabərdir true. Deyə bilərsiniz ki, müəllim, niyə götürmədi? Niyə error verdi? Sizcə? Baxın, mənə özü deyir ki, burada. Deyir ki, name error, ad errordur. Siz deyir, true deyir.
tapılmadı. Bəlkə siz true demək istəyirsiniz böyük hərflə. Baxın, Python kiçik hərflə olanda götürə bilmir. Tanımır. Gəlin bunu böyüklə yazaq. Gördünüz, indi rəngi də dəyişdi. Böyüklə yazdıqda rəngi də dəyişdi bizdə. Mən true tipi verdim C-yə. İndi yazıram ki, type C. Mənə verəcək bool tipin. Eləcə də true'nun yerinə yaza bilərdim. Məsələn, false. Yenə də kiçiklə yazdım. Gəlin bunu da düzəldəyin. Aha. Yenə enter vurub mən type C yazsam, mənə yenə də məntiqi tip verdi. Deməli, bizim dördüncü dəyişənimizin tipi də, dəyişənimizə biz hansı qiymətləri verə bilərik? Dördüncüsü məntiqi. True, false-u da biz dəyişənimizə mənimsədə bilərik. Daha sonra qaldı sonuncusu. Sonuncu deyək, biri var 6 dənə dərsində, sadəcə o sizdə istifadə olunmur deyə sonuncu deyək hələ ki, lazım olar onu növbəti dərslərimizə göstərərəm. Bir də var uşaqlar. A bərabərdir 1, 2, 3, 4. Bəs bu nədir? Bu siyahı tipidir. Aydındır. Bu artıq siyahı tipidir. Siyahı tipində görürsünüz, siyahı tipi nədə verilir? Parça mötərizəsində siyahı tipi verilir. Mən, yəni A dəyişəninə, nə bilim, istənilən bir dəyişənə yazıb, məsələn, yazıram ki, B bərabərdir, yazıram ki, 4, 5, 9, nə bilim, nəsə bir siyahı verə bilərəm. Aydındır. Bu siyahı tipidir. İndi mən gəlin bunu sizə burada göstərim. Burada yazıram ki, məsələn, D bərabərdir. Parça mötərizəsi açıram. Yazıram ki, 12, nə bilim, vergül 1, vergül 4, vergül 5. Mötərizəni bağlayıram. Düşürəm aşağı. Yazıram type D. Enteri vururam. Gördünüz mənə nə verir? Class list. List siyahı deməkdir. Aydındır. Və belə deyək də, sanki sonuncu tipimizdə nə olur? Class list. Siyahı tipi. Uşaqlar, sizlə öyrəndik nəyi? 5 dənə tipimizi. Bu 5 tipimiz hansıdır? Birincisi, A bərabərdir 5 qiymətində int. İkincisi, A bərabərdir dırnaq içərisində 5 və ya A bərabərdir dırnaq içərisində olsun hər hansısa bir söz. Nə bilim, info. Yəni, söz də ola bilər, sətir də ola bilər, istənilən bir şey. İkisinin qarışığı da ola bilər, uşaqlar. Məsələn, A bərabərdir 5A 7C, amma harda olsun? Dırnaq içərisində. Yəni, eyni funksiyaya malikdirlər. Aha. Bu nə oldu? Bu oldu sətir tipi. Üçüncü tipimiz nə oldu? Float tipi. Yəni, A bərabərdir, məsələn, 4,167. Və yaxud da, baxın, A bərabərdir 4,0. Uşaqlar, baxın, bu nöqtə sıfıra görə də bu nə götürülür? Float götürülür, ha. Aydındır. Bu nöqtə sıfıra görə də float götürülür. Yəni, deyə bilərsiniz ki, müəllim, bunun kəsr hissəsi yoxdur, axı, nə olsun yoxdur? Verib, baxın, burada sıfırı verib. Bu da float götürülür. Bu olur float. Dördüncüsü kim idi? Dördüncüsü məntiqi tipləri idi. Deməli, məsələn, A bərabərdir true və yaxud da A bərabərdir false ola bilər. Bu da olur bool tipi. Beşinci tipimiz isə list tipi idi. Məsələn, A bərabərdir 1, 2, 3, 4. Bu A-nın tipi nədir? List, yəni siyahı tipi. Aydındır. Bu bizim tiplərimizdir. Dəyişənə verə biləcəyimiz qiymət tipləridir. Aha. Daha sonra uşaqlar, tip çevirmələrindən daha sonra danışarıq sizdən.
Hələ ki, gəlin, yəni bu tip çevirmələr də nədir? Bunları bir-birinə çevirmək. Məsələn, bu inti setirə çevirmək olar. Əlbəttə ki, olar. Yəni bunlar da adlanır tip çevirmələri. Gəlin indi sizlə biraz hesab əməllərindən danışalım. Hesab əməliyyatlarından danışalım. Hesab əməliyyatları rahatdır. Uşaqlar, biz bilirik də artıq. Məsələn, A bərabərdir 5-dirsə, mən burada yazıram ki, B bərabərdir 3, A da bərabərdir A plus B. Mənim A-mın qiyməti nə olur? Mən burada A yazanda nə yaza bilərəm ki, A-nın qiyməti? 5 ilə 3-ü toplayıram 8. Aydındır. Bu olur 8. Mənim artıq A-mın qiyməti bu unudulur. Mənim A-mın qiyməti 8 olur. Niyə 8 olur? Çünki mənimsətmə işarəsi var. Bu 8 qiymətin bu A dəyişəninə mənimsədir, verir. Məcbur verir ki, yəni sən gəlsən 8-sən, sən 5 deyilsən. Aydındır. Yəni Pythonda hesab əməlləri dedikdə toplamadır, çıxmadır, vurmadır, bölmədir. Çətin bir şey deyil. Toplama necə olur? Bu gördüyünüz kimi. Yenidən yazıram. A bərabərdir 2. B bərabərdir 3. İndi mən yazmaq istəyirəm ki, A bərabərdir A plus B-yə. Düzdür. Mən indi bunu yazıram. Nə olur cavab? A bərabər olur 5-ə. Mən bunu qısa formada yaza bilərəm. Bu ifadə var ha. Bax bunu. Qısa formada necə yaza bilərəm? Qısa formada yaza bilərəm ki, A üstəgəl bərabərdir B-yə. Bax, bunu yadınıza saxlayın. Mən bu A bərabərdir A üstəgəl B-ni görün necə yazdım qısa formada. A üstəgəl bərabərdir B-yə. Sən düşünün ki, bunun açılışı nədir? Bunun açılışı odur ki, A bərabərdir A üstəgəlinsin B-yə. Eyni ilə bu. Aydındır. A bərabərdir A üstəgəlinsin B-yə. İndi başqa bir nümunə göstərim. C bərabərdir 3, nə bilim D bərabərdir 7. İndi yazıram ki, D bərabərdir D plus C-yə. Bunu qısa formada necə yaza bilərsiniz? D üstəgəl bərabərdir C-yə. Yəni burada yazılış belə olacaq. D, birinci bax bunu götürürüz. D bərabərdir, elə bil. D üstəgəlinsin C. Bu bunun qısa yazılış formasıdır. Eyni ilə bunu çıxmaq üçün də istifadə eləmək olur. Gəlin baxalım. C deməyək, bir B deyək. B bərabərdir 6, nə bilim. V bərabərdir 2. İndi deyirəm ki, B bərabərdir B çıxılsın 2. B çıxılsın V. Bunu necə yaza bilərəm indi? Deyim bir dənə baxım. Bəli. Doğrudur İbrahim. B çıxılsın bərabərdir V. Uşaqlar. Bu olur bunun qısa forması. Yəni bax, toplama əməli bu cür hesablanır. Bu artıq çıxma əməliyyatıdır. Çıxmanı yerinə yetiririk. Vurmana gəlin vurmaya baxalım. Məsələn, A bərabərdir A vurulsun B-ni necə yazarım? A vurulsun bərabərdir B. Bunu da bu formada. Aydındır. Gəlin bunu Pythonda yoxlayalım. Deyə bilərsiniz ki, müəllim, bu dəqiq Pythonda da işləyəcək. A bərabərdir 4 deyək. B bərabərdir 2 deyək.
İndi deyirəm ki, mən yazmaq istəyirəm. A vurulsun. Bax, vurulsunu ulduzla qoyuruq. A vurulsun bərabərdir B-yə. İndi bu ifadənin sonunda mən nə alacam? Nəyin qiymətini neçə alacam? Nəyi 8 alacam? Bəli, A-nı. Afərin. Mən bu ifadənin sonunda A-nı 8 alacam. Enteri vurdum. İndi A vurub enteri vuranda gördünüz A oldu 8. İndi mən yazıram belə. A bölünsün. Bölmə işarəsi dropla olur da. A bölünsün bərabərdir B. Enteri vurdum. A-nı vurdum. Nə aldım? 4.0. Niyə? Gəlin başqa tipdə də yoxlayalım. Nəyi burada error verir? Hə, bu bir bölməni bu bir formada götürmüşəm, ona görə onun errorunu verir. Gəlin bir bağlayıb yenidən açağın edilə. Deməli, deyirəm ki, məsələn, A bərabərdir olsun 8, B bərabərdir 2. Mən indi burada yazsam A bərabərdir A bölünsün B-yə. Mənim A-mın qiyməti nə olacaq? Hə, uşaqlar, yenə də bunun ifadəni A bərabərdir belə yazım. Drop işarəsinin üzü bu tərəfə qoymalıyıq. Ona görə məndə error verir. Mən də çaşıb həmişə üzü əksinə qoyuram. A bərabərdir A bölünsün B-yə. Mənim A-mın qiyməti nə olacaq? 4. Fikir verirsiniz. 8-i 2-yə bölür. 8 də intdir. Yəni integer tipidir. B də integer tipidir. Amma 8-i 2-yə bölüb hansı tipdə alır? Float tipində. Aydındır? Float tipində alır. İndi gəlin belə bir şey yazalım. Deyirəm ki, A bərabərdir, daha doğrusu A bölünsün bərabərdir B-yə. Burada nə alarıq? A-mız 4'dür də artıq. 4'ü 2'yə bax. A-nın son qiyməti 4 olub. İndi biz 4'ü 2'yə bölüb tapmalıyıq. A-nı çağırsam 2 verdi bizə. Görək doğru verdi. Gəlin yeni bir idle'da yoxlayalım. A-ya verək məsələn 16. B-yə verək 8. Deyirəm ki, A bölünsün bərabərdir B-yə. A neçə olmalıdır sizcə? Doğrudur sizcə? Uşaqlar. Bəli, doğrudur. Niyə doğrudur? Bu yazılışın mənası odur ki, gəlin baxalım bunu izah edeyim. Bu yazılışın mənası odur ki, indi bu yuxarı hissələri boş verin. A 16'dır, B 8'dir. Burada deyirəm ki, bax burada deyirəm ki, A bərabərdir, A bölünsün B. Sonra bu A-nı vurub çağırıram ki, yəni A-nın qiyməti nədir? Enter vuranda mənə 2 verir. 2.0 verir. Bu o deməkdir ki, A neçədir? 16. A bərabərdir. 16'nı böl 8'ə. Neçə götür? 16'nı 8'ə böləndə neçə eləyir? 2 eləyir. Və bunu 2.0 verir. Bu tip hansı tip idi? Kəsr tipi. Kəsr tipi də nədir? Həqiqi tip. Həqiqi tip də nədir? Float. Bax, gördünüz? 2 dənə biz
tam integerlara, bax bu da intdir, bu da intdir. İnti intə bölsək belə, bölmə əməliyyatı bizə nəyi verir həmişə? Float tipin, həqiqi tipi. Aydındır? Uşaqlar, bura kimi dediklərimdən kimin nə sualı varsa sualın versin, yenidən izah edeyim. Yoxdur sual, Namiq. Uşaqlar, bir də Pythonda belə bir anlayışlar var. Algoritmdə də istifadə edirdik, düzdür ondan. A faiz B, bir də A 2 dənə drop işarəsi B. Bunlar nədir? Bu qalığı A-nın belə deyək də bölür B-yə, A ədədini bölür B-yə, qalıq nədirsə onu verir bizə. Bu isə A-nı B-yə bölür, tam hissəsini verir. Gəlin yerinə ədədlər qoyub yazalım. A-ya deyək, məsələn, 1456, B-yə də deyək, olsun 10. 1456-nı 10-a böləndə qalıq nə olur? Sonuncu rəqəm olur da, düzdür? Əslində bunu biz bir dəyişənə mənimsətməliyik. C-nin qiymətini tapmaq üçün. Bax, dəyişənə mənimsətməsə bizə heç nə verməz heç ekranda. C bərabərdir nə? 1456-nı böldük 10-a. Bizə nə verəcək? C-miz nə olacaq? 6. Qalığı olacaq. C olacaq 6. İndi burada yazıram. C bərabərdir 1456-nı bölürəm 10-a. C-im nə olacaq mənim? 1456-nı bölür 10-a, tam hissəsini götürür. 145. Bax, bu 3 rəqəmi götürür. Aydındır uşaqlar. Gəlin Pythonda yoxlayalım. A-ya verirəm 1456, B-yə verirəm 10. Deyirəm C bərabərdir A faiz B-yə. C-ni çağırıram. C neçə oldu? 6. Mən də bayaq 6 yazdım. İndi deyirəm C bərabərdir A faiz yox. Bu birisi. A 2 dənə flash B-yə. Burada nə olacaq? 145. Bax, C-ni vurdum, çağırdım. Burada olur 145. Aydındır. Bu da bunlar üçün istifadə olunur. Daha sonra belə bir şey yaza bilərik. Deməli, məsələn, algoritm Pythonda başqa, məsələn, qüvvət ifadəsi var. Qüvvəti necə yazarıq? Məsələn, A bərabərdir 2, B bərabərdir 3. Mən C yazıram ki, məsələn, C bərabərdir B 2 dənə ulduz 3. A. Bu nə deməkdir? Bu demək ki, C bərabərdir B neçədir? 3. 3 üssü bu qüvvət deməkdir. Bax, bu işarə qüvvət deməkdir. 3 üssü nə? A. A-nın nədir? 2. Yəni, belə deyək də, bu B üssü A deməkdir. Amma yazılışı 2 dənə şeydir. Bu da verir bizə 9-u. Aydındır. Daha sonra var başqa bir ifadə ilə. Məsələn, povla. Mən belə yaza bilərəm. A bərabərdir pov, A yazmayaq, C yazaq. C bərabərdir pov AB. Bu deməkdir ki, C bərabərdir A üstü B. Yəni, birinci aşağıda olur, ikinci yuxarıda. A üstü B. A'mız bizim 2 idi, B'miz də 3 idi. Yəni, 2 üstü 3 bərabərdir nəyə? 8-ə. Aydındır. Yazılışı da ki, bu formada olur da. Deməli, yazıram ki, məsələn, A bərabərdir 4, B bərabərdir 3, deyirəm C bərabərdir pov, məsələn,
A virgül B. Bu nə deməkdir? A üssü B, yəni 4-ün kubu. Enter vuranda C-ni vuracam, nə verəcək? Mənə 4-ün kubunu verəcək. 64-ü. Aydındır. Daha sonra, baxaq görək daha sonra nə var? Uşaqlar, hesab əməllərinin ardıcıllığını bilirsiniz də siz. Birinci mötərəzə istifadə olunur. Məsələn, belə bir şey yazım da. Belə bir ifadə yazım. A bərabərdir 3 olsun. B bərabərdir 4 olsun. C bərabərdir 5 olsun. İndi mən burada yazıram ki, D bərabərdir A üstə gəlinsin B vurulsun C çıxılsın B A C-yə. Bu ifadənin qiyməti nə olacaq? Bu ifadənin qiymətini hesablayın deyin mənə. Hər nə eləyir denən də mənfi neçə eləyir? Olsun da mənfi. Mənfi 285. Gəlin görən doğru deyirsiniz. A-ya neçə vermişdim? 3. A 3. B bərabərdir nəyə? 4 demişdim. Aha. C də bərabərdir nəyə? 5-ə. İfadəm nə idi? D bərabərdir. D-in ifadəni A plus B idi. A plus B yavaş-yavaş. Deməli, A plus B mötərizənin içərisində vurulsun C, daha sonra çıxılsın B, B vurulsun A, vurulsun C idi elə. B qüvvət A vurulsun C. Aha. Enteri vurduq. D-ni çağırdıq. Nə edir? Mənfi 285. Uşaqlar, gəlin bunun indi yazılış formasına baxaq. Görək, niyə bu mənfi 285-i aldı? A-mız 3-dür. B-miz 4-dür. C-miz 5-dir. Birinci həmişə nə hesablanır? Mötərəzənin içərisi. Gəlin hesablayalım. A ilə B-ni topladım. 3 üstə gəlinsin 4. Vurulsun C-yə 5-ə. Çıxılsın. B nədir? 4. 4-ün üssü nədir? A. 4-ün, bax bu qüvvət işarəsidir. B üssü A vurulsun C-yə. B-nin üssü A. Vurulsun nəyə? C-yə, 5-ə. Nə eləyir bu? 3-ün üstünə 4, 7, 7, 5-im 35. Çıxılsın 4-ün kubu 64-ü də vururuq nəyə? 5-ə. Bu nə eləyir? 35-dən çıxırıq nəyi? 20, 5, 6, 30, 320-ni. 35-dən də 320 çıxanda bizə nəyi verir? Mənfi 285-i. 20 çıxır, 15 də çıxır. Aha. Gördünüz indi bu da elə aldı mənfi 285. Yəni bunun səhv eləmə imkanı azdır. Düzdür, bəzən səhvlər gedir, proqram ilişir nəsə.
Bəzən olur, gərək yenidən çıxıb başlayasan, düzələ. Amma burada ilişmədi, hesabladı. Deməli, biz də düz hesablamışıq. Aydındır. Uşaqlar, indi bu hesab əməllərindən də məlumatımız oldusa, gəlin danışağın tip çevirmələrindən. Tip çevirmələri nədir, nələrdir? Tip çevirmələri biz bayaq dedik. Hansı tiplərimiz var idi? A bərabərdir olsun məsələn 12. Bu hansı tipdir? Int tipi. Mən indi bunu yazsam belə. A bərabərdir sətir A. A burada neçə olar? A olar bu belə. Gəlin göstərim necə. Bax. A bərabərdir 12. Enteri vurdum. Yazıram ki, indi A bərabərdir. Baxın uşaqlar. Bu A bərabərdir ona görə deyirəm ki, bu sətir var ha. Bu sətir bunu çevirəndə yenidən A-ya mənimsətsin də. Yenidən A-ya mənimsətsin. Mən A-nın qiymətini dəyişmək istəyirəm deyə. Sətir A yazıram ki, bu A-nın dəyişənin mənimsətsin yenidən A-ya. Yəni A-nı dəyişib, A-nı eləsin sətir. Sonra mənimsətsin yenidən A-ya. İndi mən enteri vurdum. Yazıram A. Enteri vurdum. Mənə nəyi verdi? Gördünüz? Dırnaq içərisində 12. İndi gəlin mən enteri vurum. Burada yazım ki, type. Bunu 3 dəfə niyə verir? Bu da bunun təzə xəstəliyidir. Mən burada indi yazıram ki, type A. Sizcə nə verəcək? Əlbəttə ki, sətir. Gördünüz? Amma birinci integer idi, int idi. İndi bu oldu nə? Tam tipdən sətirə keçid. Bu oldu tam tipdən sətrə keçid. Bu oldu birincimiz. Keçək növbətisinə. Biraz aşağıdan yazacaq. İkinci tipimiz nədir? Bunun əksi. Sətirdən tama keçid. Yəni tama dediyim tam tipdə, tam tipə, sətir tipindən tam tipə keçid. Bu necə olur? Məsələn, yazıram burada. A bərabərdir dırnağın içərisində 12 yazıram. Aşağıda yazıram ki, A bərabərdir int A. Mənim A-m olur dırnaqsız 12. Gəlin göstərim. Bax, A bərabərdir. A-nı çağırın. Baxın, A-mız nədir? 12 deyilə. Bayaq vermişik. İndi mən yazıram A bərabərdir. Yəni, bu sona baxın da, bu son hissəyə baxın uşaqlar. Bax, bu hissəyə. İndi mən yazıram A bərabərdir. Necə demişdim? Int A. Int A. Vurdum. A-nı çağırıram. Gördünüz, A-nın dırnaqları getdi. Yəni, bu o deməkdir ki, bu int, bu A-nı A sətir idi axı. Çevirdi elədi bu int onu int. Integer, tam tip. Uşaqlar, bura kimi dediyimdən nə aydındır? Aydın olmayan məqam var buradan. Get. Kaç.
Gəlin onda keçək növbəti tiplərə. İndi sizə belə bir qayda deyim. Deyirəm ki, bütün tam tipləri, baxın, buradan yazıram ki, deyirəm bütün tam tipləri sətr tipinə keçirmək olar. Sətr tipinə keçirmək olar. Amma və lakin. Amma bütün sətr tiplərin tam tipə keçirmək olmaz. Tam tipə keçirmək olmaz. Bu oldu bizim mexanikanın qızıl qaydası. Heç olmasa bilirsiniz mexanikanın qızıl qaydasını. Deməli, bu nə deməkdir uşaqlar sizcə? Bax, istənilən sətr tipi verək də, ədəd tipi deyək də, yəni tam tipləri. Məsələn, A olsun, ola bilər, nə bilim, tam tiplər nədir? Ancaq ədədlərdir də, yəni lap olsun, nə bilim, 1987, nə desəz. İstənilən sətr tipi. Mən bunu bir dənə A bərabərdir sətr A eləməklə bunu salıram dırnağın içərisinə. Dırnağın da içərisində olanda nə olur? Sətr tipi. Sətr. Amma mən burada yazsam A bərabərdir. Dırnağın içərisində məsələn nə bilim mətn tipi ilə də salam sözü. Mən indi burada A bərabərdir. Int A yazsam, bu yetim bunun nəyini çevirsin axı intə? Bunun hamısı hərfdir də. Bu necə çevirsin tam tipə, rəqəm tipinə? Aydındır. Yəni ona görə deyirəm ki, bütün sətr tiplərin hamısını tam tipə keçirmək olmur. Bu axı ədəd deyil, bu simvollardır ancaq. Bunu necə keçirsin? Bu burada artıq xəta verəcək. Gəlin yoxlayaq. Necə xəta verəcək? Gəlin baxaq. Deməli, A bərabərdir yazıram. Elə bayaq yazdığım salam sözünü. Düşürəm aşağı, deyirəm A bərabərdir int A. Gördünüz? Deyir ki, dəyər error, value error, dəyər erroru, invalid literal, nə. Yəni burada salamı da bir dırnağın içərisində bizə göstərir ki, deyir, bax, bu salamı axı mən necə keçirdim? Sanki bizdən bir diyaloqa girmək istəyir. Aydındır uşaqlar. Yəni, bunu etmək olmur. Daha sonra üçüncü tipimiz. Məsələn, biz ədədi sətrə keçirdik, sətri ədədə keçirdik. İndi biz sətri hansı tipə keçirdə bilərik başqa? Yox, gəlin elə belə baxaq da. Gəlin belə deyim sizə. Bax, bu tam tipi bir dəfə keçirdim sətrə. Bir dəfə də nəyə keçirdə bilərəm? Tam tipi bir dəfə də nəyə keçirdə bilərəm? Tamdan həqiqiyə. Həqiqinin adı nə idi? Bu intdir. Bunun adı nə idi? Float. Bu məntiqi tipdir. Bəli. İndi mən bir tam ədəd vereyim. Məsələn, deyək B bərabərdir, ancaq A-dan istifadə edirik. B inciyəcək bizdən.
Deməli, deyirəm B bərabərdir. B-yə bir tam ədəd deyək. Məsələn, 12. Mən indi yazıram burada B bərabərdir. Float B. Float B. Uşaqlar, mənim B-im neçə olacaq? 12.0. Aydındır. Bax, 12-dir deyə bunu axı kəsr formasını göstərməlidir. Neynəsin? Götürür, .0-ı qoyur arxasına, olur tamdan həqiqiyə. Aydındır. Gəl indi 4-cüyə baxalım. 4-cü olsun. Sətirdən neynədik? Sətirdən ədədə keçdik. İndi biz sətirdən həqiqiyə necə keçə bilərik? Bir sətir tip verək. Bax, yazıram sətirdən keçirəm nəyə? Həqiqiyə. Yəni, sətirdən keçirəm nəyə? Floata. İndi, burada deyirəm ki, A bərabərdir. Məsələn, verək 12.5. Sətirdir də, düzdür, dırnağın içərisində də axı sətirdir. Nə olsun? İndi mən yazsam burada A bərabərdir. Float A. Mənim bu dırnağımı atacaq o tərəfə, mənə verəcək sadəcə 12.5-i. Aydındır uşaqlar. İndi bunun əksinə keçiddə varmı? Bəli, var. Bunun əksi. Yəni 5-ci. Həqiqi tipdən hara keçirik? Sətir tipinə. Yəni floatdan keçirik nəyə? Sətirə. Məsələn, float tipi nədir? Yenə də elə 12.5 deyək. Mən indi istəyirəm bunu harda yazım? Sətirdə yazım. Yazıram ki, A bərabərdir. Sətir A. A-mız nə olur? Dırnaq içərisində 12.5. Aydındır. Daha sonra tamdan da həqiqiyə keçidə baxdıq. Həqiqidən tama keçidə baxmamışıq. Bax, indi həqiqidən sətir tipinə keçdik. Gəlin 6-cıda da baxaq. Həqiqidən hara? Tam tipə. Tamdan həqiqiyə görə necə keçdik? Int float. İndi bunun əksini necə keçə bilərik? Həqiqidən tam formaya. Düşünün bir dəqiqə. Baxın. Tamdan həqiqiyə keçəndə floatla keçdik. Əksi necə olacaq? Gəlin onda bir dənə dəyişən yazalım. Məsələn, B dəyişəninə deyəyin ki, bir ədəd. Məsələn, 4,7. Bunu mən çevirmək istəyirəm nəyə? Tama. Bunu necə eləyəcəm? B bərabərdir. Uşaqlar, B bərabərdir. Səs çıxmır sizdən. Niyə ona vurursan? Nə danışırsan? Sənə bunun tam hissəsi lazımdır. Tam tipə keçəndə tam hissəsini tapmalısan. B bərabərdir. Sən elə yazsan int A. Int A yox, B dəyişənində. B bərabərdir. Int B yazsan nə olacaq? B olacaq 4. Bunun tam hissəsi, kəsr hissəsini atacaq. Aydındır. Bunun kəsr hissəsini atacaq. B-miz olacaq 4. Və B-nin də tipi nə olacaq? Tipi necə yoxlayırdıq? Type B yazırdım. Bizə verəcək ki, B class məsələn int. Aydındır uşaqlar. Gəlin bu sonuncu, 6-cı dediyimiz sizə belə Pythonda göstərim. Bunların hamısını bir-bir Pythonda göstərə bilərəm. Yəni eyni şeylərdir. Sadəcə həqiqidən sətrə, nə bilim, sətirdən həqiqiyə eyni şeyləri göstərir. Gəlin məsələn
Bu sonuncu dediyimdən bir baxalım. Deyirəm ki, sonuncuda nə dedim? Həqiqidən tama. Bir A dəyişəni verək. A-ya verək məsələn 45 tam %20 mində 125. Bu mənim float tipimdir. Baxın, type A yazıram. Bunun tipinə baxalım. Gördünüz, float. İndi mən deyirəm ki, A bərabərdir int A. A-nı çağırıram. Gördünüz, A 45 verdi. Sadəcə tam hissəni verdi. Bu tam hissəni. Mən indi gəlib burada type A yazsam. Mən indi burada type A yazsam. Mənim A-mın tipim bizə göstərəcək ki, A artıq olub integer tipi. Int tipi. Aydındır. Daha sonra bizdə hansı tiplər qaldı? Gəlin baxalım. Biz burada tam tipdən sətrə keçdik. Sətirdən tam tipə keçdik. Daha sonra tamdan həqiqiyə keçdik. Sətirdən həqiqiyə keçdik. Həqiqidən sətrə keçdik. Həqiqidən tama keçdik. İndi burada məntiqi ifadələrimiz qalıb. Sətir siyahı məsələlərimiz qalıb. Gəlin onlara da baxalım. Məsələn, gəlin ümumiyyətlə birinci sizə hələ belə bir ifadə yazım. Gəlin belə bir ifadə yazım sizə. Deyirəm ki, A bərabərdir. A bərabərdir. Dırnaq içərisində 23 tam məsələn %58 23 tam 150. İndi sizə deyirəm ki, uşaqlar, bu ifadə bilirsinizsə sətirdir. Bu ifadəni intə keçirə bilərsiniz. Necə keçirərsiniz? Necə taparsan da, yəni denən görüm. Uşaqlar, baxın. Mən burada bunu belə yazaram. A bərabərdir int birinci bu ifadəni keçirərəm sətr daxil. Birinci bunu sətirdən azad eləyərəm. Keçirərəm nəyə? Kəsr, həqiqi tipə, yəni float tipinə. Bunu floata keçirmək üçün nə edərəm? Float A. Bu keçəcək həqiqi tipə. Sonra bu həqiqi tipi də keçirdəcəm int tipinə. Mənim A-m olacaq 23. Tam hissəmiz. Bu artıq belə deyək, mürəkkəb funksiya gedir, kompleks funksiya. Yəni mürəkkəb formasında nisbətən, yəni iç-içə bir neçə funksiyalardan istifadə etməklə, funksiya dediyimiz yəni tiplərdən istifadə etməklə dəyişmək gedir. Amma məntiqin bunu başa düşməyə bir dənə çalışın. Yəni kim başa düşməsə sual versin. Bəli. Aha, deyim. Bax, yazıram ki, A bərabərdir 23 tam %58. İndi deyirəm ki, bu hansı tipdir? Sətir tipi. Bu, yəni sətir tipi. String. Bu stringi birinci çevirərəm mən nəyə? Dırnaqlardan azad etmək üçün bunun içərisi də float tipi daxil. İçərisi floatdır. Mən dırnaqlardan azad etmək üçün bunu birinci float eləyərəm. Yəni düşünün ki, bu formada A bərabərdir float A yazaram. A bərabərdir float A yazsam mənim A-m burada nə olacaq? Dırnaqlar gedəcək, qalacaq 23.58. Sonra götürüb bu A-nı da yazaram. A bərabərdir int A. Düşün ki, indi bunu intə çevirəndə nə olur? A da olur 23. Sadəcə mən bunu iç-içə yazdım bu formada. Elə bil bu ifadəni daha mürəkkəb formada elə bil bir yerdə yazdım. Yazdım ki, A bərabərdir int sonra float A.
Yəni birinci, baxın, birinci həmişə nə hesablanır? Mötərəzənin içərisi. Yəni birinci bura hesablanacaq. Float A nə olur? Float A bizə verəcək 23.58-i. Sonra int 23.58-i də çevirəcək. Buradan bizə alacaq sadəcə 23-ü. Aydındır uşaqlar. Aha. Əla. Daha sonra yerdə qalan tiplərdən məntiqi tiplər var, tam tiplər var, sətr siyahı tipləri var. Bunlara növbəti dərsdə baxarıq.